Hər birinizi yeni bir vlogdan salamlayıram. Kanalıma və vloguma xoş gəlmisiniz. Ümid edirəm ki, sevərək, bəyənərək izləyəcəksiniz bu vlogu. Məncə çox maraqlı alınıb, çünki bu vlogu mən bir həftə ərzində çəkmişəm və demək olar ki, evdə gördüyüm bütün işləri, yəni bütün işləri olmasa da bir çoxunu sizin üçün çəkmişəm. Deməli, əvvəlcə limonlu su düzəltdim. Bunu özümə eləmədim. Yoldaşım biraz boğazı qıcıqlanırdı. Buna görə də verdim ona. Sonra divanın üstündə belə tiftiklənən yerlər var idi. Bu aparatı da mən manatlıq kimi belə bir mağazadan almışam. 7 manat almışdım, səhv etmirəmsə. Sizinlə də bölüşmüşdüm. Onunla təmizlədim. Çox tərtəmiz oldu. Bundan sonra qaynanam da belə ayaqlar təmizləyirdi. Mən xaşı çox sevirəm. Buna görə də biz ən azından ildə bir dəfə də olsa alırıq, belə bişiririk və satıcı belə bir ideya demişdi ki, yəni bu simlə təmizlənəndə daha təmiz olur və daha rahat olur. Buna görə də qaynanam da bu üsuldan istifadə elədi və tərtəmiz oldu. Əgər siz də bilmirsinizsə, bu üsulu sınayarsınız. Bundan sonra qızlar artıq axşam oldu və mən başlayıram burada salat hazırlamağa. İlk dəfədir ki, bu salatı hazırlayırdım. Biraz qorxa-qorxa hazırlayırdım ki, birdən yaxşı çıxmaz. Yüngül yemək eləmişdik. Buna görə də fikirləşdim ki, yanında belə bir salat çox yaxşı alınır və həqiqətən də çox-çox dadlı alındı. Siz də sınayarsınız. İnanın ki, dadlı alınmasaydı mən deyəcəkdim ki, yəni sınamayın boşu-boşuna, amma həqiqətən də dadlı alınmışdı və evdə yeyən hər kəs də çox bəyəndi. Deməli, burada nələr daxildir, onsuz da görürsünüz. Mən sizin üçün bir daha sadalayım. Xiyardır, pomidordur, kahı, qırmızı soğan, bunun yerinə adi soğan da istifadə edə bilərsiniz. Limon, yarım limon istifadə edirəm. Zeytun da var burada. Deməli, bu salatın içinə kim nə istəsə əlavə edə bilər. Əslində YouTube-da bir çox videolar gördüm mən bununla bağlı. Amma bizdə hansı tərəvəzlər var idisə, mən çalışdım ki, hamısından əlavə edeyim, dadlı bir salat alınsın. Elə yoldaşıma da gələrkən dedim ki, zeytun al, çünki biz çox zeytun istifadə eləmirik. Düzdür, mən sevirəm, amma elə də yada düşmür zeytun almaq. Amma bu salatın içində bir neçə videoda gördüm ki, istifadə etmişlər. Buna görə də zeytun da əlavə elədim. Bundan sonra da qarğıdalı da əlavə edirik. Qarğıdalı da xüsusi bir, gözəl bir dad verir və belə bir ton balığı almışdıq konserv formasında. Bunun içində olan yağını mən süzdüm, çünki videolarda eləmişlər. Əslində mən düşünürəm ki, bunun yağını da əlavə eləmək olar. Amma elə videolarda necə gördümsə, o formada da elədim. Çox doyurucu, həm çox dadlı bir salat alınır. Əgər siz də fərqli bir salat axtarırsınızsa, bunu yoxlaya bilərsiniz. Düzdür, ton balığı, konservlər biraz bahadır qiyməti. Ölçüsü də balacadır, amma endirmə düşərkən çalışırıq ki, alaq. Yəni deməyim ki, hər gün istifadə edirik, tez-tez alırıq. Yox, sadəcə bəzən belə salatlara qatmaq üçün almaq olar məncə və salatın da görüntüsünü artıq görürsüz. Yəni mən bu salatdan yedim, heç yeməkdən yeməmişdim əvvəlcə. Bu insanı çox belə tutumlu salatdır, çox doyurur. Həm də içi bütün hamısı tərəvəzdir. Yəni belə bir dadlı bir salat alındı. Sizə də ideya olsun. Artıq qızlar ikinci günə keçirik və biz yemək yemişdik, səhər yeməyimizi. Çox zaman bizdə necə olur? Səhərlər biz qaynanam, Alina və mən oluruq evdə. Çünki yoldaşım və qaynatam işə gedirlər səhər. Bundan sonra biz dururuq artıq Alina nə vaxt oyansa. Həmişə mən biraz rahat idim. Alinanı otaqda qoya bilirdim. Çıxırdım, əlimi üzümü yuya bilirdimsə yuyurdum filan. Amma artıq bunu da eləyə bilmirəm. Oyanıram, işığı yandırıram və uzanıram Alinanın yanında. Özüm də gec yatdığıma görə, düzün desəm, elə də tez dura bilmirəm. Yəni deyə bilməyəcəm ki, 7-də 8-də oyanıram. Oyana bilmirəm, çünki saat 4-də yatıram. Başlayıram elə saat 4-ə kimi də bütün işlərimi görməyə, yəni telefonla bağlı olan işlərimi. Burada da qızlar gördünüz ki, ciflə bu stolun üstünü təmizləyirəm. Çünki mən bəzən çox tez-tez də olmasa
belə təmizliyi xoşlayıram ki, stolun üstünü filan belə ciflə ya da hər hansı bir yağ çıxarıcı ilə təmizləyim. Çünki istər-istəməz yemək yeyilir və əlimizdən qoyduğumuz, əlimizdən düşən hər hansı bir yeməyin qoxusu bunun üstünə də dəymiş ola bilər. Buna görə də belə tərtəmiz elədim. Gördüyünüz kimi də 3 dəfə də sildim üstünü. Bu hissəni də başlayıram belə tərtəmiz edeyim. Mən hissə-hissə eləyirəm artıq. Bilmirəm, vloqlarımda dəyişiklik hiss eləmisinizsə. Burada da artıq siz mətbəximizin bu halını son dəfədir ki görürsünüz. Bu vloqun sonunda artıq görəcəksiniz ki, mətbəximiz necə dəyişir. Hazır olun. Heç bir yeri qaçırmadan izləyin vloqun axırına kimi. Burada da sadəcə gündəlik təmizliyimizi edirəm. Yəni səhər çıxan qablar idi, onları yuyuram. Heç yadıma gəlmir ki, bu günü nə yemişdi. Bu arada sizin üçün bunu da deyim ki, mən aralıqlı oruca davam edirəm. Amma ilk başladığım kimi qətiyyətlə yox. Çünki ilk başlayanda həqiqətən buna əməl edirdim. Qazlı su filan içmirdim. Amma bu son günlərdə çox pis olmuşam. Bunun da əsas səbəbkarı birinci özüməm, sonra da yoldaşımdır. Vloqa baxıb nə qədər güləcək. Amma su alır, məsələn, qazlı su. Mən də fikirləşirəm ki, bir dəfədən heç nə olmaz filan. Elə deyə neçə gündür ki, qazlı su içirəm. Bilmirəm, axırı necə olacaq, amma elə 1 kilo vermişdim. Kilo yarım deyə də vermişdim. Elə onu geri qaytarmamışam, düzdür, amma ondan artığını hələ ki verə bilməmişəm. İndi çalışacağam ki, yenə də qətiyyətlə davam edeyim. Çünki elə olduğu zaman həm özüm rahatlamışdım, həm də o 1 kilo belə çox fərq eləmişdi məndə. İstəyirəm ki, 15 kilo verim əslində, amma bilmirəm ki, necə olacaq. Fikirləşirəm ki, əslində çalışsam bəlkə də verə bilərəm, amma biraz da adama çətin gəlir. Çünki bəzən evdə nəsə alırsan, ürəyin nəsə istəyir və o qaydanı pozanda adam özünü pis hiss edir. Yəni amma belə davam edirəm. Yəni çalışacağam ki, bundan sonra da bunları pozmayım. Çünki həqiqətən də həmin vaxtı çox rahat idim. İndi elə bil ki, biraz yedikcə, o qaydamı pozduqca və artıq biraz yediyimi hiss edən kimi görürəm ki, nəsə özümü ağır hiss edirəm. Həm də bir türklər demiş, suçluluq duyğusu olur ki, günahkar hiss edirəm ki özümü. Yəni mən bu qaydamı pozdum və yenə yedim. Hələ ki belədir. Dedim sizin üçün də bu məlumatı yeniləyim. Amma belə vloqa baxdığım zaman hiss edirəm ki, nəsə bir incəlmə var. O qədər də çox olmasa da. Mən bu arıqlamanı ən çox nəyə görə istəyirəm? Əslində mən belə köklüyümü özümə biraz yaraşdırıram. Sadəcə fikirləşirəm ki, qarın hissə biraz incəlsə, məncə daha yaxşı olar. Biraz ayaqlar və qarın hissə incəlsə, mənim üçün problem yoxdur. Üzümün kökəlməyi mənim xoşuma gəlir, o qədər də pis görünmür. Amma belə əynimə paltar alarkən ən böyük razmeri almaq, ən böyük dediyim, yəni L, XL geyinirəm. Buna görə də istəyirəm ki, sonrası M geyinim. Yəni fikirləşirəm ki, S-ə düşə bilməyəcəm mən bundan sonra. Amma heç olmasa M geyinsəm daha yaxşı olar, daha rahat hiss eləyərəm. Həm də ki, biraz insan özünü belə, bilmirəm, bu bizə sosial media tərəfindən ötürülmüş bir şeydirmi ki, yəni özümüzü o incə qızlarla müqayisə edirik filan. Həm də belə düşünürəm ki, arıqladığı zaman insan daha rahat olur. Sizin düşüncələriniz bu haqda necədir? Mənimlə də bölüşərsiniz. Danışa-danışa da bütün təmizliyimi demək olar ki, gördüm. Biz bu otaqda çox vaxt Alina yerə çörək qırıntıları tökür. Bu zaman da onu süpürgə ilə biz süpürürük ki, yəni otaq təmizdir, sadəcə bir hissəsinə, məsələn, Alina harda oturubsa o hissəyə tökülür. Amma bu toz soranı alandan sonra mən fikirləşirəm ki, elə süpürgədən istifadə etməkdənsə bu toz soran daha yaxşı təmizləyir, həm də belə daha rahat olur.
Qızlar, deməli Alina üçün yemək hazırlayıram. Həmişə mən necə edirdim? Bunları suda qaynadırdım, amma artıq soğan da əlavə eləmişəm belə. Birazı da artıq qaldı belə. Qırmızı soğandan çox az istifadə elədim. Ət, gülkələm, kök belə qarışdırıb biraz qovururam, duz da qatdım. İndi də suyunu əlavə edəcəm. Qızlar, deməli bugün çox iş görmüşdüm. Bundan sonra da yoldaşım dedi ki, gəl aşağı düş, biraz gəzək. Mənim də xəbərim yox idi. Mən də günorta yeməyimi yemişdim. Saat 5-də mən yeməyimi yeyirəm. Sonra yoldaşım gördüm ki, acdı və dedi ki, belə bir yer var burada. Heç oturmamışdıq burada. Gəldik ki, özümüzə bir şey götürək. Ac değildim, amma yenə də yoldaşımı tək buraxmaq istəmədim. Baxın, mən sizə deyirəm ki, diyetamı mən pozuram tez-tez. Baxın, hamısının səbəbləri də bunlardır ki, mən yox deyə bilmirəm bu mövzuda. Burada da bir set var idi. Bu setdən dedik və qiymətini də görürsünüz ki, çox uyğundur. Dadı da pis değildi, yaxşı idi. Super olmasa da belə pis də dadı yox idi. Yəni gəlmək olarmı? Olar. Yeməyimizi yedik. Biz normalda yoldaşım gələrkən evə bəzən gedir, dostları ilə görüşür, bəzən çox vaxtı da evə gəldiyi zaman mən düşürəm aşağı, ya Alinanı da götürürəm hava yaxşı olduğu zaman. Hava yaxşı olmadığı zaman da özüm düşürəm. 15-20 dəqiqə biraz gəzirik, ondan sonra da qayıdırıq evə. Qızlar, deməli biz hamamı əslində tez-tez təmizləyirik. Sadəcə bu son zamanlar mən sizə keçən dəfə demişdim ki, mən video çəkmədiyim zaman çox həvəsim olmur iş görməyə. Buna görə də elə saxlayırdım ki, vlog çəkəndə buranı yığışdıracağam. Baxın, yenə keçən dəfə kimi sarı ləkələr əmələ gəlib. İndi domestosla bir tərəfləri yuyaq. Hələ baxın bura. Belə tozlar var. Və ona görə də bura qalmışdı, bir müddət idi. Düzdür, biz belə ümumi təmizliyi eləmişdik. Yəni harasa ləkədirsə, oranı silmişik, təmizləmişik filan. Güzgünü məsələn silmişik filan, amma ümumi bir təmizlik, yəni hər yeri xlorluyum filan, domestosla yuyum, belə bir şey etməmişdik. Buna görə də mən elə fikirləşdim ki, gəl Alinanı çimizdirdikdən sonra dedim ki, elə qəşəng buranı təmizləyim, aradan çıxsın. Çünki belə saxladıqca uşaqla ümumiyyətlə belə rahat-rahat vlog çəkib iş görmək mümkün olmur. Buna görə də elə çalışıram ki, nəsə bir vaxt tapdığım zaman həm Alinanın da vaxtını, yəni ən çox vaxtımı keçirməyə çalışıram Alina ilə. Amma elə vaxt olur ki, belə təmizlik də etmək istəyirsən, çünki vacibdir. Buna görə də elə dedim ki, vaxt tapmışkən gəl buranı təmizləyim. Təmizliyimi də bu hamam təmizliyini filan mən sizin üçün vloglarımda çox zaman göstərmişəm. Kimə belə detaylı təmizliyim maraqlıdsa, girib baxa bilərsiniz. Burada da düzdür çəkirəm mən, amma belə bir əldə tutub çəkmək biraz çətindir. Bura üçün əslində nəsə fikirləşirəm ki, telefonu qoymağa bir yəni ştativ alım. Sadəcə fikirləşirəm ki, nə ala bilərəm ki, rahat olsun. Çöldən həmişə qoyub çəkirdim. İndi isə qapını aça bilmirəm, çünki bu zamanda domestosun iyi evə yayılır. Bu zamanda Alinaya gedər deyə qorxuram. Buna görə də qapını bağlayıb içəridə özüm boğuluram. Telefonu da belə olduğu zaman harasa qoymaq mümkün olmur və beləcə ona görə də məcburam ki, əlimdə saxlayım. Buranı da təmiz, foşur-foşur yuyuram demək olar ki, yəni belə demək düzgündür məncə. Bundan sonra artıq keçəcəm digər işlərimə. Bugün mənim kanalımda görəcəksiniz ki, artıq biz təmirimizi də yekunlaşdırmışıq. Bizi təbrik eləyə bilərsiniz. Çox çətin bir gün oldu mənim üçün həmin gün. Amma sizin üçün də çəkdim. Çox yorulmuşdum. Neçə gün yorğunluğum çıxmadı. Amma yenə də məncə nəticəyə baxanda dəydi buna. Qızlar, artıq nəticəmi də görürsünüz. Məncə çox tərtəmiz oldu. Hər yeri yudum. Düzdür, güzgünü slipinin salfeti ilə silməliydim. O yadımdan çıxdı.
açıqdı, amma videonu çəkdikdən sonra oranı da sildim. Yenidən gəlib bir də çəkmədim. Yerdəki sarı ləkələri də görürsünüz ki, necə yox oldu. Ümumiyyətlə təmizliyim bu formada oldu. Sizin üçün kaş fikirləşirəm ki, çəkə bilsəydim daha detallı bir təmizlik vloqu çəkərdim. Qapını da sildim. Qapını da uzun müddət idi ki, silməmişdim və qapı da tərtəmiz oldu. Deməli, xaş bişiririk. Bunu qaynanam təmizləyib və buzluqdaydı. Bugün çıxardıq və indi biraz üstünə azca keçəcək şəkildə su əlavə elədim və bu su biraz qaynadıqdan sonra atacaq və təzəsini əlavə edəcəyik və o formada qaynayacaq. Bugün səhərə qədər qaynadacaq bunu ki, səhərə hazır olsun. Bu arada mənim ən sevdiyim yeməkdir. Bilmirəm, çoxu bunu bəyənmir, amma xaşı mən çox sevirəm. Sizə deməli gördüyüm işləri göstərmək istəyirəm. Bu da mən. Deməli nələr elədik, hamısını sizinlə bölüşüm. Baxın, bu formada, səliqəli formada düzdüm hər şeyi. Bunlar bizə hamısı lazımdır. Çünki vaxt lazım olan şeylərdir. O arxa hissəyə fikir verməyin. Oranın ləkəsi çıxmır. Oranı mən istəyirəm ki, aboy alıb o hissəyə çəkmək və səliqəli bir görüntü yaratmaq. Ancaq yəni elə düzələ bilər, ya da oranı kraskalamaq lazımdır. İndi baxacaq, fikirləşəcək ki, nə etmək olar ora. Qazanlar ümumilikdə belə oldu. Biraz səliqəsiz görünə bilər, amma yaxşıdır. Artıq olanları çıxardım buradan. Bu hissələri də biraz belə düzənlədim. Belə. Çox çəkə bilmədim sizə, çünki hal-hazırda saat 1-in yarısıdır gecə. Burada unlar paketlərdə qalmışdı. Onları da belə qabların içinə əlavə elədim. Bu hissədə belə səliqəli formada oldu. İşlərimiz demək olar ki, bitdi bugünlük. Sabah da emulsiya vurulacaq divarlara. Onu da sizin üçün çalışacağım ki, çəkim. Bu işte halından memnun olan tecə Alinadır. Qızlar, artıq növbəti gün çatdı və təmir günüdür bugün. Getdik səhər tezdən. Alinanı da həmin gün heç bir işimiz yoxmuş kimi həmin gün yoxlanışa çağırmışlar. Getdik Alinanı da müayinəyə filan o işlərimizi də bitirdik. Bundan sonra da alınmalı şeylərimizi alıb qaydırıq. Bundan sonra da artıq çörəklərimizi də qovurduq bu formada, turşumuzu da çıxardıq. Günorta olurdu və bunu xaşı əslində deyirlər ki, səhər yeməyi lazımdır. Biz bunu günorta və səhər yeməyimizi birləşdirərək yedik. Və çox sirkə ilə belə sarımsağı da hazırladıq. Mən normalda əvvəllər ancaq bunu sarımsaqla yeyirdim. Amma qaynanamgildə gördüm ki, sirkə də əlavə edirlər. Ona görə də belə sirkəli sarımsaq da hazırladıq və başladıq yeməyimizi yeməyə. Bizə nuş olsun. Bundan sonra əslində bunu yeməyimiz yaxşı oldu. Çünki niyə? Biz axşama kimi, saat 10-a kimi yoldaşımla heç nə yeyə bilməmişdik. Çünki evi təmir elədik. İndi birazdan siz də çox təəccüblənəcəksiniz. Mən də sizinlə birlikdə təəccübləndim. Sizdən əvvəl təəccüblənmiş olsam da. İndi siz vlogu izlədikcə biləcəksiniz ki, mən nəyə təəccüblənmişəm. Sizin üçün də əvvəlki halını çəkim ki, sonra rahat olsun. Əvvəl sonranı daha aydın formada görmək. Əslində belə çox fərq bilinəcək. Amma yenə də sizin üçün belə də son formasını çəkim. İndi vaxt qalsa yuxarını da çalışacağım ki, silim. Həm də pəncərələr də silinəcək. Onsuz silinməli idi. Sadəcə elə gözləyirdik ki, bu işlərimizi görək. Ondan sonra rahat formada silək.
ortalıqda olan əşyaları götürürəm. Bunları hamısını götürəcəm ki, üstlərinə heç nə dəyməsin. Kızlar, başladım artıq buranı üstündəki hər şeyi yığışdırmağa. Çünki bunlar qaldığı zaman toz ola bilərdi. Hətta mən bütün işlərimiz bitdikdən sonra fikirləşdim ki, elə bəzi şeylərin çoxunu buradan götürmək lazım idi. Çünki iş gördüyün zaman az əşyanın olmağı daha da yaxşıdır. Çünki üstləri çox kirlənmir. Belə zibil torbaları var idi. Neçə vaxtdır ki evdə. Bunları da belə dəyərləndirdik ki, şkafların üstü batmasın. Və yeni aldıqlarımızdan belə bir lazımlı ləvazimatlar almışdıq. Rəngi almışdıq. Burada da rəngi qarışdırırıq yoldaşımla birlikdə. Az-az əlavə edirik ki, rəngi düzgün tutdura bilək. Biraz açıq rəngdə saxladıq biz. Açıq olmağı məncə daha yaxşıdır. Kızlar, demək olar ki, tamamlayırıq və istəyirəm sizə belə biraz nəticəni göstərim. Bu hissələr qalıb, düzdür. İkinci qat vurulmalıdır. Həm də yuxarı hissələrə mənim əlim çatmır. Yoldaşımın bir kiçik bir işi var. Onu həll edib gələcək. Ondan sonra davam edəcək. Padalıqı da siləcəm. Çalışacağım ki, silə bileyim. Yəni sileyim. Bilməm boyum çatacaq yoxsa yox. Amma hələ ki nəticəmiz belədir. Baxın, belə kənarları da makyaj fırçamla çox gözəl formada eləmişəm. İndi bu hissələr silinəndə daha da səliqəli olacaq. Bunun üstündə dəyişəcək skoçunu. Deməli, divar məsələlərimiz bitib. Ora biraz əl çatmadı. Ora onsuz da nələrsə yığılacaq. Ona görə çox da belə takılmadıq. Bu tərəflər isə artıq bitib. Amma hələ neçə saat ki, bu tör-töküntü artıq yavaş-yavaş başlamışıq atmağa. Amma tör-töküntü hələ də qalıb. İndi mən yerləri silirəm. Yerləri belə təmizlədim. Bir də siləcəm. Bir dəfə yox, bir neçə dəfə də siləcəm ki, tərtəmiz olsun.
Belə artıq yekunlaşır, amma çox yoruldum. Dəhşət yorulmuşam hal-hazırda. Amma nəticəyə dəydi və evdə biraz elə bil ki o ağırlıq getdi evdən. Məncə daha da yaxşı olacaq, çünki onun üstü, bu hissə mən sizə çox çəkə bilmirəm iş gördüyümüzə görə. O hissə dolu idi. Amma indi biraz rahatladı. Elə buradakı bir çox əşyanı da yavaş-yavaş hansı lazımsızsa atmağı düşünürük. Qızlar, bu vloqun davamı da növbəti vloqda olacaq. Vloqu izlədiyinizə görə çox sağ olun. Bəyənib ürək yazmağı unutmayın hələlik.